Əlaçı verilişinin finalındayıq. Bugünkü finalın iştirakçıları Hüseyin Kazımov, Kazım Fətəlizadə, Bayram Hacılı. Kim qalib gəlsə, super finala da o çıxır. Finalın sadə qaydaları var. Mən sualları verirəm və kim qarşısındakı düyməni birinci sıxsa, o da cavab hüququnu əldə edir. Düzgün cavab xal qazandırır. İşte səhv cavab versəz, onda növbəti suala cavab vermə hüququnu itirəcəksiniz. 6 xalı ilk qazanan məktəbli əlaçı diplomunu və super finalda oynamaq şansını qazanacaq. Beləliklə başlayırıq. Üçünüzə də uğurlar arzu edirəm. Birinci sual səslənir. Natiq sözünə ahəng qanunun tələbi ilə hansı cəm şəkilçisi artırılmalıdır? Hüseyin? Natiqlər. Lər. Düzdür. Lər. Düzdür. Hüseyin artıq ilk xalını qazandı. Davam edirik. Sual səslənir. Metanın kütləsindən 14 qram. Hüseyin? 2. 2 dediniz. Cavabınızı qəbul elədim. Sualı dinləyək. Metanın kütləsindən 14 qram çox olan alkan hansıdır? Tam başqa bir sualdır. Cavab olmalıydı etan. Beləliklə, növbəti suala cavab vermə hüququnu itirir Hüseyin və beləliklə fürsət yaradır Kazım və Bayram üçün. İmkan yaratdı sizin üçün. Sual səslənir. 300 mində neçə sıfır var? Bayram? 5. Düzdür. Bu düzgün cavabdır. Bayram ilk xalını qazandı. Hüseyin qayıtdı oyuna. Hamı oyundadır. Sual səslənir. Şimali Amerika materiki hansı qitənin tərkibinə? Bayram? Amerika. Amerika dediniz. Şimali Amerika materiki hansı qitənin tərkibinə daxildir? Düzdür, Amerika qitəsinin. Düzdür. Davam edirik. Sual səslənir. İndi Kazım Fətəlizadə də aktivləşəcək, oyuna qatılacaq. Göl qurbağasının hansı ətraflarında, barmaqlar arasında? Hüseyin? Arxa ətraflar. Arxa ətraflarında dediniz. Cavabınız qəbul olundu. Sualı dinləyirik. Göl qurbağasının hansı ətraflarında, barmaqlar arasında pərdə olur? Bəli, cavab doğrudur. Arxa ətraflar. Əsas iki rəqibimiz var. Hüseyin ilə Bayram. Növbəti suala istərdim Kazım cavab versin. Sual səslənir. Normal təzyiqdə suyun qaynama temperaturu Kazım 100 dərəcə. 100 Selsi. 100 Selsi dedi. Cavabınızı qəbul etdik. Sualı dinləyirik. Normal təzyiqdə suyun qaynama temperaturu neçə Farenheitdir? Cavab olmalıydı 212 Farenheit. Bəli, sadəcə səbr edib sualı dinləmək lazım idi. Bu dəfə Kazım növbəti suala cavab vermək şansını itirir. Sual səslənir Hüseyin və Bayram üçün. Kosmosa ilk süni peyki Hüseyin? SSR. SSR dediniz. Sualı dinləyirik. Kosmosa ilk süni peyki hansı dövlət göndərmişdi? Düz deyirsiniz, SSR göndərmişdi. Hüseyin 3-cü xalını qazandı. Kazım qayıtdı oyuna. Hamı oyundadır. Sual səslənir. Geniş miqyaslı beynəlxalq qurultay mənasında işlənən söz konqresdir, yoxsa Kazım? Konqres. Konqres dediniz. Sualı dinləyək sona kimi. Geniş miqyaslı beynəlxalq qurultay mənasında işlənən söz konqresdir, yoxsa senat? Cavab? Konqres. Bəli, düzdür. Təbriklər, Kazımın ilk xalı var. Davam edirik. Hamı oyundadır. Sual səslənir. İdi hissəciyi Saidlə bitən Hüseyin?
Tez cavab verdim. Yoxdur cavab. Cavabınız yoxdur. İdi hissəciyi saitlə Vaxt bitti. bitən. Artıq vaxt da bitti, vaxt da bitti. Hüseyn, həyəcanlıydınız, düyməni bastınız. Tez bastım, bəli. Sualı dinləyirik. İdi hissəciyi saitlə bitən feillərə artırıldıqda necə yazılır? Cavab olmalıydı, ayrı yazılır. Beləliklə, Hüseyn növbəti suala cavab verə bilməyəcək. Sual səslənir Bayram və Kazım üçün. Benzolda karbon və hidrogen atomlarının cəmi nə qədərdir? Bayram? 12. Bəli, bu düzgün cavabdır. Bayram növbəti xalı qazandı. Hüseyn qayıtdı oyuna. Hamı oyundadır. Sual səslənir. Y bərabərdir X funksiyasının qrafiki. Hüseyn? Düz xətli. Düz xətti Mən dediniz. düzgün tanışdım. Cavabınızı qəbul elədik. Sualı dinləyirik. Y bərabərdir X funksiyasının qrafiki neçənci rüblərdə yerləşir? Sual belə imiş Bir və və düzgün cavab olmalıydı. Bəli, 1 və 3. Cavabınız səhv oldu. Hüseyn növbəti suala cavab verə bilməyəcək. Kazım və Bayram hazır olun sual üçün. Cənub yarımkürəsinin sahəsinə görə ən böyük dövlət Kazım Braziliya, Avstraliya, Avstraliya. Avstraliya dediniz. Qəbul elədik cavabınızı. Cənub yarımkürəsinin sahəsinə görə ən böyük dövlət hansıdır? Kəş ki Braziliya deyəydiniz. Avstraliya səhv cavabıdır. Braziliya olmalıydı. Beləliklə Kazım növbəti suala cavab verə bilməyəcəksiniz. Hüseyn və Bayram üçün sual səslənir. Sümüklü balıqların suda daha asan, yuxarı aşağı hərəkət Bayram. Üzmə qovuğu. Üzmə qovuğu dedi. Sualı dinləyək sona kimi. Sümüklü balıqların suda daha asan, yuxarı aşağı hərəkət etməsi hansı orqanın hesabına olur? Üzmə qovuğu, bəli, tamamilə doğrudur. Kazım qayıtdı oyuna, hamı oyundadır, sual səslənir. Bərə hava nəqliyyatına aiddir. Kazım? Su. Su dediniz. Bərə hava nəqliyyatına aiddir, yoxsa su nəqliyyatına? Bu dəfə düzgün. Bəli, su nəqliyyatına. Davam edirik, sual səslənir. Tək qoşması sözlərə Bayram Bitişik. bitişik dediniz. Bəli. Tək qoşması sözlərə necə yazılır? Bəli, bitişik yazılır. Bayramın 5 xalı var. Bu o deməkdir ki, növbəti suala cavabı Bayram versə və bu cavab doğru olsa, bu əlaçının qalibi Bayram Hacılı olacaq. Amma hər şey dəyişə bilər. Davam edirik. Sual səslənir. Üzvi birləşmələrin tərkibinə mütləq hansı Bayram? Karbon. Karbon dediniz. Alqışlar hələ tez səslənir. Hələ ki tezdir, tələsməyin, gəlin sualı dinləyək. Üzvi birləşmələrin tərkibinə mütləq hansı element daxil olmalıdır? Bayram Hacılı karbon dedi və akademik Zərifə Əliyev adına lisey alqışlayır, indi sevinin! Bəli! Bu doğru cavabıydı. Bayram öz liseyinə bir bayram əhval-ruhiyyəsi gətirdi. Görün necə sevinirlər sizin. Neçə nəfər? 20 nəfər dediniz, 20 nəfərdən çox. 20 nəfərdən çox. Bu hələ bu liseyin deməli şagirdləridir. Ondan Sadəcə əlavə bir də qismidir, bəli. sizi dəstəkləyən ailə üzvləri var. Müəllimlərimdən də burada çox sağ olsunlar. Təbrik edirəm hamını. Bayram Hacılı qazandı. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bax bu diplomunu. Amma təbii ki, digər iki iştirakçını da biz ürəkdən alqışlayırıq. Hüseyn Kazımov, Lənkərana salamlar. Separati kənd tam orta məktəbinin təmsilçisi. Bir dəfə qazanmışdınız, bu dəfə də Mən sevinirəm şəxsən, həqiqətən də. Gözəl oynadınız. Təbriklər və təşəkkürlər. Və necə sevindi ikinci raundda. Buna görə sizə təşəkkür edirəm o emosiyalara görə. Kazım Fədəlizadə.
Bakı Məktəblisi Kimya Biologiya Təmayüllü Respublika Liseyinin şagirdi, əslində Akstafadan olan bir gəncimiz. Təbrik edirəm sizi də. Amma təbii ki, bayram. Siz necə çox belə sakit, emosiyasız, sakit oynaya-oynaya, təmkinli oynaya-oynaya qalib oldu. Buyurun, ürək sözləriniz sizin də oradan elə deyə bilərsiniz. Əvvəla siz dediniz ki, sakit oynaya-oynaya. Mən bunu atamdan öyrənmişəm. O da həmişə mənə sakit, təmkinli və rəqiblərimi hörmət eləməyi öyrədib. Əlaslarımızı təbrik edirəm. Onlar da ən az mənim qədər qələbəyə layiq idi. Dəstəkçilərimə təşəkkür edirəm, sinif yoldaşlarım, müəllimlərim. Qardaşım inşallah mənim yolumu davam edəcək. Qardaşınız. Bəli. Hani bir dənə göstərin, ona da baxıb. Ay, bir dənə Hüseyn idi, Bəli. səhv etmirəmsə. Hüseyn! Neçənci sinifdədir? 3-cü sinifdə. 3-cü sinifdə, 9-cu sinifdə gözləyəcəyik sizi Hüseyn, inşallah. Bayram, siz artıq ikinci dəfədə iştirak edirsiniz Əlaçıda. Bu dəfə idi şansınız, hə? Yəni qazandınız. Keçən dəfə birinci raundda elə oyunu bitirdiniz. Bu dəfə gəldiniz, çıxdınız 3-cü raunda finala və Əlaçının qalibi oldunuz. Bir daha sizi təbrik eləyirəm. Alqışlar sizin üçün səslənir. Və təbii ki, alqışlar bütün Azərbaycan müəllimləri üçün, valideynləri üçün, zalda əyləşən tamaşaçılar üçün, ekran qarşısında əyləşən tamaşaçılar üçün, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyə də təşəkkür edirik, alqışlayırıq hamınızı. Və birlikdə indi əl eləyəcəyik ekrana bizim tamaşaçılarımıza düz bir həftədən sonra yenidən İctimai Televiziyada Əlaçıya baxacağıq. Bayram Hacılı isə bax bu diplomu qazandı. Hələlik deyirik.